Qabaqlar belə bir adət var idi. Cəmaət uşaqların əlindən tutub aparardı imamların yanına ki, indidən sevgisi ürəklərinə düşsün. Bir nəfər gəldi, dedi, Həzrət Əli əleyhissalama dedi ki, ya Əmir əl-Möminin, bilirsiniz ki, mən sizi sevənlərdənəm, sizin aşiqlərinіздənəm, uşağımdan nigaranam, övladımdan. Biraz elə bil ki, o eşki görmürəm övladında, sizə qarşı, Əhl-i Beytə qarşı, sənə qarşı. Əli əleyhissalam dedi ki, götür gəl yanıma. Götürdü, gəldim, apardım. Deyir, daxil oldu otağa, cavan yeni yetmə uşaqdır. Həzrət Əleyhisselam baxdı ona, salam verdi. Bir-iki kəlmə, az. Bir-iki kəlmə, bir-iki sual verdi, danışdı və salam. Dedi ki, nigaran olma. Dedi, götürdüm uşağı, gəldim evə. Gəldim evə indi oturmuşuq, deyir, süfrə salıram, görürüm, dizin qızaqlayıb, ağlayır uşaq. Göz yaşı dökür. Deyirəm, gəl çörək ye, gəl yemək ye. Deyir ki, ağam üçün darıxmışam. O adam ki, onun yanına aparmışdı. O nə mehriban idi o. Gördüm ki, vəssalam, od ürəyinə düşüb. Eşq ürəyinə düşüb. Gördüm ki, elə hey, bu ağlamaq qara günlərin ağlaması deyil. Bu, insanın inkişafının başlanğıcıdır. Bu ağlamaq özü bir sevinclə qarışıq göz yaşıdır. Şövq göz yaşıdır. Sevgi olan şeydə acılıq, bədbəxtlik yoxdur. O adamların həyatı keyfiyyətlidir. Bu eşqlə yaşayanların. Yoxsa qazan, ye, iç, orada işlə, burada işlə. Bundan valla heç bir şövq həyata gəlməyəcək, axtarmayın, keyfiyyət gəlməyəcək.